Hamınızın gün ortanız xeyir olsun, nur ocağının nurları. Başta rəhbərimiz Seyranan olmaqla yine hər birinizi salamlayıram. Mən bugün təyyarə qəzasında həlak olan milli qəhrəmanlarımızın məzarı önündəyəm. Onların bugün il dönümüdür, Allah rəhmət eləsin. Bütün qrupumuzun adından, başta Seyranana olmaqla hər birinizin adından Hökümə Əliyevanın valideynlərinə baş sağlığı verirəm, dərin hüzünlə. Allah rəhmət eləsin, yeri cənnət məkan olsun, qəbirləri nurla dolsun. Qrupumuzun hər bir üzvünün adından tək-tək ad çəkmirəm. Hamısının adından baş sağlığı verirəm. Bir qohumum olaraq, bir kəndçim olaraq, doğmam olaraq. Allah rəhmət eləsin sənə ay qızım. Bugün sən bu soyuq məzərdə yatsan belə sən orada üşüməyəcəksən. Çünki sənin istidən o qədər ürəklər, qəlblər var. Sən isti ocaqlarda, isti qəlblərdəsən. Hər bir insanın qəlbində yaşayırsan. Onların isti nəfəsi səni üşüməyə qoymayacaq. Bizim Səma mələyimiz, Allah rəhmət eləsin, yerləri cənnət olsun. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, prezidentimizə can sağlığı versin. Dövlətimiz çox sağ olsun ki, belə gözəl təmtəraqla yad eləyirlər. Allah rəhmət eləsin, hər birinin qəbri nurla dolsun. Hörmətlə Yaqubova Sərfinas.